Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil veliyyikel fərəc. Məkasib kitabından 323-cü dərsi oxuyuruq. Məsələmiz 7-ci məsələdir. Mövzu da bundan ibarətdir ki, o kitablar ki, onlar səbəb olurlar insanların haqq yoldan ayrılmağına, zəlalət yoluna düşməkliyinə, o kitabları saxlamaq haramdır, gərək o kitabları aradan aparasan. Mərhum Şeyx Murtəza Ənsari bu mətləbə birinci dəlil-i əqli gətirdi və ondan sonra əlavə olaraq 2 ayə dəlil gətirdi və əsas dəlili Tuhaful Uqulun rivayəti idi ki, o rivayətdən bir neçə hissə oxuduq və digər rivayət də Əbdülməlikin rivayəti idi ki, İmam Sadiq əleyhissalama şikayət elədi ki, mən nucum elmini öyrənmişəm. Həzrət ona sual elədi, sən bu nucum elmi ilə qəzavət eləyirsən ya yox? O da buyurdu, bəli, eləyirəm. Həzrət buyurdu, əhriq kutubək. O nucum elminin sahəsində yazılan kitabları yandır. Söhbət bu əhriqdədir. Burada Həzrət əmr elədi Əbdülməlikə. Əhriq kutubək. Bu nucum elmi haqqında yazılan kitabları yandır ginən. Burada bu əhriq sözünü ki, əmr formasıdır, feilin əmr formasıdır. Əmr bir dəfə deyərik Mövləvidir, bir dəfə deyərik irşadidir. Yəni, burada əgər əhriq kəlməsini, bu feilin əmr formasını əgər Mövləvi hesablasaq, vücub üçün hesablasaq, onda bu rivayətlə istidlal eləyə bilərik ki, Kutub-i Zallanı da aradan aparmaq vacibdir. Nəyə görə? Çünki oradakı nucum elmi ki yazılmışdı o kitablarda, onlar ki batil fikirləridir. Həzrət ki əmr elədi, onları yandırın. Elə o əmrlə deyə bilərik ki, digər batil mətləblə dolu olan kitabları da yandırmaq lazımdır. Yəni, əmr-i Mövləvi odur ki, o əmrlə digər yerlərə də sirayət eləmək olar. Əgər burada nücum elmi haqqında batil fikirlər ki yazılıb o kitabda, Həzrət ki əmr elədi, onları yandırın, o batil fikirlərinin bir mistaqıdır. Bir mistaqı olduğu üçün Həzrət ki onun yandırmaqlığına əmr eləyib, həmən əmrlə biz deyə bilərik ki, başqa batil mətləblərin dolu olan kitabları da yandırmaq vacibdir. Əmr-i Mövləvi budur. Yəni, insan
onu anlaya bilmir. O şari tərəfindən söz deyilir. Şarinin hökmüdür və insan öz ağlı və düşüncəsi ilə o əldə eləyə bilmir. Onu gərək şari deyə, onu gərək Allah deyə ta insan anlaya. Bəs bu əmri muvləvi olsa, onda bu rivayətlə istidlal eləyə bilərik. Amma əmri irşadi olsa əgər əhrik, onda bununla biz deyə bilmərik ki, Kutub-i Zalləni də aradan aparmaq vacibdir. Əmri irşadi odur ki, yəni insan düşünsə, təfəkkür eləsə, onu anlayar. Və lakin Allah tərəfindən, şari tərəfindən də bu əmr olanda, insanı o fikirlərə irşad eləyir. Məsələn, mümkündür bunu əhrik kutubək, əmri irşadi tutaq. Yəni, nə cür? Bu şəxsi ki, həzrətə şikayət elədi, mən narahatam, neyniyim? Həzrət buyurur, o kitabları yandır, özü rahat elə, özü rahatul fikr elə, fikrin rahat olsun, özün rahat olsun, da gözünün qabağında olmasın. Bu əmri irşadıdır. Ne insan da bunu ağılla düşünsə əldə eləyər. Sadəcə həzrət onu irşad eləyir, yönəldir ona. Əgər bu əmri irşadi olsa da bundan deyə bilmərik, başqa yerlərdə də batil fikirli kitablar olsa, onları da yandırır, onları da aradan aparır. Bəs nəticədə əmr-i muvləvi var, əmr lil-vücub, əmr-i təklifi var və əmr-i irşadi var. Əgər əmr-i muvləvi olsa, yəni burada əmr vacib üçün olsa, onda bəli, bu rivayətlə istidlal eləyə bilərik ki, hər yerdə batil məqsədli kitablar var, onların hamısını vacibdir aradan aparaq. Onun üçün mərhum Şeyx Murtəza Ənsari buyurur, bənaən əla ənəl əmr lil-vücub, o əhrik kutubəkdə ki, bu rivayətdə əhrik sözü ki var, ona əsasən biz bu rivayətlə istidlal eləyə bilərik ki, orada əmr sözü, əhrik sözü vücub üçün olsun, donəl irşad, irşad üçün olmasın. İrşad yəni yönəltmək. Lil-xəlas minəl-ibtila bil-hökm bin-nucum. İrşad məsələn necə burada olar? İmam bu sözü deyir, o şəxsi xalis eləyir, xilas eləyir, qurtarır. Nücum elmi ilə hökm eləməkdən. Yəni, oxşayır o şəxs Əbdülməlik narahatıdır, Həzrət onu yönəldi, irşad elədi ki, sən o kitabları yandır, ta ki o kitablarla hökm eləmə və özün rahat olasan. Əgər irşad üçün olsa bu əmr, onda bunu başqa yerə sirayət eləmək olmaz. Bəs orada əhrik vücub üçün olsa, əmri muvləvi olsa, onda o əmrlə manəhnu fihimizə də sirayət eləmək olar. Bu bir mətləb. İkinci mətləb, rivayətdə Həzrət təfsilə qail oldu. Buyurdu ki, ətəqzi sən bu nücum elmi ilə hökm eləyirsən ya yox? Qultu naam. O şəxs də dedi, bəli. Bəs burada hökm eləməklə hökm eləməməyin bəs fərqi var. Və muqtəzəl istifsal fi hazihir rəvayə ənəhu izə ləm yətərəttəb əla ibqai kutubiz zəlal məhfsədətun ləm yəhrum. Bəs burada təfsilə qail oldu, hökm eləməklə hökm eləməməyin. Bəs burada da biz manəhnu fihimizdə də bu kitabları ki, Kutub-i Zallədir,
bunların qalmağı əgər məfsədə yaradırsa, əgər fəsad yaradırsa, vacibdir bunları aradan aparaq. Əgər birdən fəsad yaratmasa, onda ləm yəhrum, onda haram deyil bunları saxlamağın. Bəs necə orada rivayətdə təfsil var idi, fərq var idi hökm eləməklə hökm eləməməyin. Burada da baxarıq, əgər bu kitablar məfsədə yaradırsa, onda vacibdir bunları aradan aparmaq. Əgər yaratmırsa, onda vacib deyil. Və hazə əyzən muqtəza ma təqəddəm min inatət təhrim bima yeci'u minhul fəsad məhzən. Və eyni zamanda rivayətdə bunu istəyir, bunu təqazə eləyir ki, əgər burada təhrim, hörmət bağlandı ancaq o surətə ki, orada məhz fəsad gəlir. Əgər məhz fəsad gəlsə, vacibdir o kutubu zalları aradan aparmaq. Əgər məhz fəsad gəlməsə, onda vacib deyil onları aradan aparmaq. Nəm əl-məsləhətul muhumə avil muhaqqaqətun nadirə la etibarə biha. فلا يجوز الإبقاء بمجرد احتمال ترتب مصلحة على ذلك مع كون الغالب ترتب المفسدة وكذلك المصلحة النادرة الغير المعتد بها. İndi məsələ o məsələdir ki, baxırıq bu kutub-i zallaya, bunlarda məsləhət ehtimalı da var, məfsədə etibarı da var. İndi bu surətdə biz neyniyək? Burada bunları yandıraq, aradan aparaq, ya aparmayaq? İnşallah bu başqa bir mətləbdir. Gələn dərsimizdə inşallah bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.